Baxanlar, BİM test toplusu 2023, səhifə 21, 28-ci sual. Deməli, 1 litr tetraxlor metan almaq üçün neçə litr xlor metanla reaksiya daxil olmalıdır? Tetraxlor metan həcmi 1 litrdir, yəni 2000 ml-dir. Sıxlığı da 1,54'dür. Deməli, bunun kütləsini tapaq da. Kütləsi nəyə bərabərdir? Rho 1540 qram. Yaxşı. Deyək ki, neçə litr xlor metan var? Bunun da əmiri də nədir? 154. 4 mol xlorla belə. Müqayisə edəcək. Deməli, nədir? 89,6 litrə 154 isə 1540 qrama nədir? 896 litr deyəcək dövənli. 130. 2 metr kub havada neçə litr metan yandırmaq olar? Havada oksijen 21%. Metr kub, yəni 2000 litrdir və bunun tərkibində 20% oksijen var. Oksijen neçə litr olur? 2000-in 21% nədir? 420 litrdir. Sonra metanın yanmasını yazır. Əmsallaşdırır. Nə deyirik? Bir həcmə 2 həcm. 420 litrə bu nə qədər olacaq? 210. 210 litr. Cavab nədir? A variantı. 132. Tərkibində eyni mol metan və propan olan qaz qarışıq yanmasına 12 mol karbon qazı alınır. Neçə qram su əmələ gəlir? Eyni mol. Deyir ki, amol metan, amol propan. Bunun yanması 12 mol karbon qazı alınır. Və neçə qram su? Su alışarız. Neçə qram? Nədir? Bir yanmasını yazır. Metanın yanması, karbon qazı və su. Deməli, amola, amol, bu da 2 amol deyəcəkdir. Propanın yanması. Karbon qazı və su. Burada 3 mol karbon qazı, 4 mol su deyirik. Demək, bunun da amola 3 amol, 4 amol. Və cəmi neçə mol karbon qazı deyir? 12 mol. Bunda 4 amol, yəni karbon qazı, bu da 12 moldur. A neçədir? 3. A 3-dürsə, və su nə qədərdir? Su da cəmi neçə moldur? 2A, 4A, 6A. 6A mol, yəni o da 6A mol neçə mol deməkdir? 18 mol. 18 mol, bıraq 18-ə. Neçə eləyir?
300, 24 mi? Yaxşı, Y bəndi, hə? 134. Bu Würz reaksiyasında hansı di-brom alkandan almaq olar? Şimdi biz bunu deməli bölməliyik. Deyək ki, görək hansı uyğun iki birləşmə adı varsa, deməli o doğrudur. Baxa. Yaxşı, biz bunu bölək. Buradan böldük. Bunlara bromlar birləşdirək. Bromlar birləşdirdik. Daha görə bu birləşmə var mı? Gördük deyək ki. Və nə aldıq? Məsələn, bir bu. Bu maddənin adı nədir? Hə. Deməli, adı nə oldu bunun? 2 brom. 2 metil propan. Elə bir maddə var mı? Bir də məsələn bunu yazsaq. Bura brom birləşdirsək. Bəs bu? İki brom propan. Elə bir maddə var mı? Bəli. Demək, iki maddənin adı varsa odur. Hansı olacaq? 1-3. Yəni B bəndi. 160. 38 qram alkil bromid natr ilə reaksiyasında 0,2 mol alkan alınmışsa. Alkan molekulunda neçə karbon atomu var? Bu necə yazır? Alkil bromid deyirsə, R-brom deyək. 2 mol R-brom natrla reaksiya daxil olduqda alkan alır. Belə. 1 mol alkan alınır, bir də natrium bromid. Deyək ki, 38 qram 0,2 mol alkan alınmışsa, onda nə deyirik? 1 mol alkan alınması üçün 2 mol daxil olmalıdır, değil mi? İndi 2 ml deyək. Ona ml neçə olacaqdır? Yaxşı, demək alkil bromidin ml 95'dir. Yəni CN H2 plus 1 brom 95'dir. N neçə olacaq deməli? Hə? 2 ml 190'dır. Hə. 14'den plus 81 bərabər 95. N bərabərdir 1. Hə? Yəni bu nədir? CH3 brom. Bunun da natrium reaksiyasında nə alınır deyirik? Etan alınır. Alkanda neçə karbon atomu var? 2. C bəndidir. 178. Metan və etan qarışığının yanma qrafiki verilir. Metan və etan qarışığı görür ki, neçə mol verilir? 5 mol cəmi. Sibiyədə. Bunun yanmasına 2 mol biri alınır. 11 mol da digər alınır. Baxa. Deməli, metan və etan. Bilmirik, biri A mol olsun, hə? Biri B mol olsun. Cəmi 5 mol olsun. Yəni, A üstəcər B eləsin 5. Və yanma tənlikləri yazın. Metanın yanması əmsallaşdırılır. O zaman deyirik ki, A mola deyək ki, bir karbon qazı A
Bu da 2A olsun. Bir de etan. Burada içərisinə də yaza bilərik. Əmsallaşdıraq belə 2, 3. Oksijen də neçə olacaq? 3,5. 3,5. Onda B'yə 2B və 3B deyək. Onda biri A üstə gəl 2B'dir məhsullarda. Digər də 2A üstə gəl 3B'dir. İndi 11 hansına aid ola bilər? Bu 11'dir deməli. Çünki bu çox. Bu da ikisi deməli. Bu da x'dir. Hə. Hə? A üstə gəl B bərabərdir 5 deyirik. Hə? 2A üstə gəl 3B bərabərdir 11 deyirik. İndi A nəyə bərabərdir, B nəyə bərabərdir? A neçə? B? Yaxşı. Bunu tapdıktan sonra x'i tapacaq, düzdürmü? X bərabərdir 4 üstə gəl neçə olur? 2. 6 olacaq deməli. Yəni B. %84. Deməli, X'in hidrogenləşmə məhsulu 3 metil butanol 2. X və Y molekulunda cəmi 18 hidrogen var. Alkil radikalların birləşməsini alınan alkanları müəyyən edəcək. Daha. Deməli, X'in hidrogenləşmə məhsulu. Bu X hidrogenləşəndə alınır 3 metil butanol 2. Butanol 2. Burada deməli hidrogenləşəndə nə alınır? R1, hə? CH, OH və R2. 3 metil butanol 2'nin formunu yazır. Bir, iki, üç, dört. Butanol 2, bura OH düşür. Və üçüncü karbona metil. Bu olur 3 metil butanol 2. Peki bu CH-OH'dır. Bunun biri R1 radikaldır, biri ise nədir? R2 radikaldır. Yəni biz bunu təkrar buradan yazırıq. Yəni CH3, CO, CH, CH3, CH3. Və deyir ki, cəmi 18 hidrogen var. Burada cəmi 18 hidrogen var. Neçə hidrogen yazdıq burada? 10 dənə hidrogen var. Qaldı neçəsi? 8. 8 hidrogen bundadırsa, onda R1 radikalı hansı olar sizcə? Burada R1 radikalı hansıdır yəni? Bəli. R1 radikalı metil deyirsiniz. Yaxşı, bunu metil desək, onda bu nə olar? Bəs R3 nə olar? Etil olar, hə? Etil olar. Onda R2 radikal da izopropil radikaldır. R3 də etildir. Yaxşı. R1 metildir. R2 izopropildir. R3 ise etildir. Şimdi R1 ve R2'ni birleştirin. R1 ve R2'ni birleştirin. R1, R2. Yani metinle izopropili birleştirdik. Adı ne oldu? 2 metil propan. R1
R3. R1 ilə R2 birləşdirəndə olur sadəcə propan. R2, R2. R2, R2-ni birləşdirəndə, yəni izopropil radikallarını birləşdirsək, nə olacaq? 200 metil butan. A variantı. 186. Etan ve izomeri olmayan alkan. İzomeri olmayan alkan ya metanlı ya da propandır. Deyir ki, cəmi 3,5 molu hidrogenlə görə sıxlığı 14 isə, onda bu qaz qarşısının orta molekül kütləsi neçə olur? 28. Etan əməli neçədir molekül kütləsi? 30. Deməli, biri etansa, o biri də orta 28 isə, o biri metandır elə. Elə mi? Deməli, ikisi metandır. Və bunun deyir ki, hidrogenə görə sıxlığı 14-dürsə, nisbi sıxlığı, onda orta molekül kütləsi 28-dir. Etanın molekül kütləsi 30-dur. Metan da 16. Aha. Cəmi 3,5 mol. Bunu A mol deyək. Bunu da nə deyək? 3,5 sıx A mol. Bəli. Və cəmi 3,5 moldursa, onda orta molekül kütlə 28 bərabərdir 30 A üstəgə 16 vur 3,5 sıx A. Bölünsün 3,5'e. A 3 elədi. Yaxşı. A 3-dürsə, qarşıdakı karbon atomlarının mol sayını. Demək, 3 mol etandır. Onda metan da 0,5 moldur. Cəmi nə qədər karbon var? 3 mol etanda neçə karbon var? 6 mol karbon buradadır. 0,5 mol karbon da buradadır. Bu da elə cəmi 6,5 mol. Yəni belə. Niyə bəndə? 188. Alkanlar verib. Birində karbon oksitləşmə dərəcəsi A-dır. Birində də karbon oksitləşmə dərəcəsi A çıxı 6. Bu 6 nədir yəni sizdə? Hidrogen sayısı. Məsələn, biri deyək ki, hansı kiçik molekuldur? İkiz yoxsa gerək? Bəli? İkiz. Məsələn, ikiz metan desək, hə? Birbaşa belə deyək. Ya da metan qrupu sayına görə demiyorlar da. Neçə metan qrupu fərq edir? 3 metan qrupu dedik. Bəli. Metan qrupu sayına. İkiz metan desək, məsələn, karbon oksitləşmə dərəcəsi mənfidir. A olsun mənfidir. Y də deməli A çıx 6 deyir. A çıx 6 da mənfi 10 deməkdir. Mənfi 10, yəni 10 dənə hidrogen. C4 taşın. Hə. Yaxşı. İndi burada da MR, Y eşittir MR ikisdə. Neçə eləyər? 42. Yəni Z-in qiyməti budur. A bəndə. 198. Alkan verib. Molekulda sigma raptoran sayı. Birində A-dır. Molekulda hidrogen atomlar sayı A çıx 4'dür. Yazaq.
Deməli, sigma rabitələrin sayı. Burada sigma rabitələrin sayı nə qədərdir? 2n plus 1'dir. Yəni, bu adır. Hidrogen atomların sayı. Deməli, 2n plus 2. Bu da açıq 4'dür. Bəli. Yerinə qoyuq da, yəni burada nə yazıq? 2n plus 2 bərabər 2n plus 1 çıx 4. N nəyə bərabərdir? N 5. Yaxşı. C5 H12. Baxa görə hansı ifadələr doğrudur? Baxa görə hansı? 1. Deyir ki, 17 atom var, doğrudur. 2. İzomeri yoxdur, var. 3. Karbon-karbon arasında sigma rabitəsi nə qədərdir? Karbon sayına 1 var da azdır. Yəni 4, düzdür. 4. Nisbi molekul kütləsi neçədir? 72, orada 58 deyil, səhvdir. 5. Hidrogen sayıda 12'dir, düzdür. Yəni doğrular istəyirsə 1, 3, 5. 2, 4 nədir? Alkan molekulunda karbon atomların sayı qoşulmuş, yəni konik olunmuş alkadenlərin ikinci nümayəndəsi molekul atomların sayından 2 dəfə çoxdur. Alkan molekulunda hidrogen atomların sayını tapır. Deməli, konik olunmuş alkaden deməli, birinci nümayəndəsi nədir? Bu tadiyen birişdir. Düzdür. Onda ikinci nümayəndəsi birinci nümayəndəsi yəni C4 H6. İkinci nümayəndəsi nədir? Bəli? C5 H8'dir. Yaxşı. C5 H8'dir. Və deyir ki, bu həmin alkanda karbon atomları sayı. Bunda 2 dəfə çoxsa, alkan onda formu necə olacaqdır deyir ki, karbon atomu sayı çoxsa, C10 olacaq da, hə? H22. Hidrogen atomların sayı 22 olacaq. 208, 15,4 gram tetraxlor metan almaq üçün neçə qram xlor metanla reaksiya daxil olunur? Reaksiyanın çıxımı 80%'dir. Metanın xlorla reaksiyası. Xlorun molekül kütləsi 71. Tetraxlorun metanın molekül kütləsi isə 154. 4,71 qrama 154 qramdırsa 15,4 qrama nə qədər reaksiya daxil olubdur? Amma çıxım nə qədərdir? 80%. Yəni, bunun aldığımız qiymət 80%. Yəni, bu 80%'dir demək. Burada nə qədər reaksiya daxil olub? 80, 28 ondadır, hə? 28,4 qram xlor reaksiya daxil olubdur. Xlor reaksiya. Bu neçə faiz deməkdir? 80% deməkdir. 100% də ümumi kütləsidir. Nə qədər olar?
Xlorun ümumi kütləsi nə qədərdir? 30, 35 tam, onda 5. Deməli, budur cavab. 224. Bir mol alkanın yanmasına, deməli, A plus 112 qram karbon qazı ayrılır. A qram su ayrılır. Alkanın yanma təni yazır. Yazar. Yaş. Və karbon qazı A plus neçədir? 112. Bu da 44 dəndir. Bəs su nə qədərdir? A deyir. Bu da neçədir? 18. N plus birbaşa yazaq. 18 deyir. Aha. İndi tapın N-i. Yaş. Yazırıq. 18 N plus 18 üstə gəlir 112 bərabərdir 44 N-i. N bərabərdir neçə? 5. Yəni S5 H12. Atom sayı nə qədərdir? Cəm neçə atom var? 17. 230. Tərkibində eyni mol sayda metan və propan olan qaz qarşısının tam yanmasına 18 mol karbon qazı alınmışdır. Neçə mol su əmələ gəlir? Eyni moldur. Metan və propan. A mol metan, A mol propan. D yanmasına 18 mol karbon qazı. Və nə qədər su alınır? Bir metanın yanındaysa, deməli, A mol karbon qazı nədir? 2 mol su. Propan. Bura 3, bura 4, bura 5. Burada A'ya 3A və 4A deyəcək. 18 mol karbon qazı. Sən neçə elədi? 4A, hə? 4A bərabərdir 18. A neçədir? 4 tam onda 5. Su nə qədərdir? 6A. 6A. O da neçə eləyər? Neçə? 27 mol. 27 mol suyun kütləsi nə qədərdir? 27 mol. Suyun molu mu istəyir, su kütləsi? Hə, elə 27 mol. Hədə sıram da. Həmədim kütləsi. Mola. Hə. Cavab 27. 232. Bərabər kütləli metan və oksigen. Qaz qarışığı cəmi neçə moldur? 3 moldur. Qarışıq yanmasında neçə mol su alınır? Metanla oksigenin kütləsi bərabər götürülürsə, hansı mol nisbətinə götürəcək? 2-nin 1-ə. 2 mol, 1 mol nisbətinə götürəcək. Elə bu da cəm neçə mol ayıracaq? 3 mol. Orada da elə neçə mol deyil? 3 mol deyil. Deməli 2 mol metan, 1 mol oksigendir. Hə, neçə mol su alınır? Metanın yanması. Əmsallaşdırır. Deməli 1 mola 2 mol. Burada tam sərf olan hansıdır? Yəni 1 mol 2 mol nisbətinə götürsək. Bəli. Oksigen də 1 mol oksigen tam sərf olur. 1 mol oksigenə 0,5 mol metan düşür.
Bizdə nə soruşur? Suyu soruşur. 2 mola 2 mol sudursa, 1 mola da elə 1 mol sudur. Cavab 1-dir. 36. Amol dəm qazı, amol ikiz. Hər şey bir yerdə yandıqda cəmi 4 amol karbon qazı alınır, 4 amol su alınır. Alfatik X karbohidrogen molekulunda sigma rabitənin sayını, ümumi sayını soruşur. Amol dəm qazı, amolda ikiz. Tam yanmasına 4 amol karbon qazı alınır və 4 amol su alınır. Deməli, əvvəlcə nə yandırmasını yazırıq? Tənini dəm qazı. Dəm qazı yandıqda karbon qazı. Təbii ki, 1-ə 1-dir. A, amoldur. Qaldı karbon qazı nə qədər? 4 amol deyil. A getdi, 3 amol. Qaldı 3 amol. 3 amol karbon qazı. 4 amol isə nədir? Su. O da X-in yanmasından alınır. Deməli, A-ya 3A, bu da 4A düşür. Düzdürmü? Onda əmsallar necə olur? Burada 3 düşür və 4 düşür. Onda formu nə olacaqdır mənim? C8, yəni propanlar. Və bunun da deyir ki, sigma rabitənin sayı nə qədərdir? Neçə sigma rabitəsi var cəmi? Ümumi sigma rabitəsi. Atom sayı nə qədərdir? 11-dir. 41, 10 dənə. 10 dənə sigma rabitəsi olacaq. Deməli, çikokanlar səhifə 136, 55-ci suala baxaq. Burada birlik karbon atomları sayı verib, cədvəldə ikili, üçlü, dörtlü karbon atomları sayı. Çikokan molekulunda karbon atomların hibrid atomların sayını soruşur. Yazaq. Əvvəlcə deyir ki, çikokanlar CN, HC və bütün karbonlar S böyükdür. Hidrogen atomlarının sayı karbon atomlarının sayından 2 dəfə çoxdur deyirik. Birlik karbon atomlarının sayı. Birlik karbon dedikdə nə götürür? CH3. CH3 deyirik. Və A saydadır. A sayda CH3. Biz sonra nə edirik? Buradan da karbon və hidrogen atomların sayına baxır. Bunda deməli A sayda karbon olur, 3A sayda hidrogen olur. Sonra ikili karbon. İkili karbon deyəndə nə götürürük burada? CH2-ni götürürük. A çıx 3'dür. A çıx 3, CH2. Burada karbon atomların sayı A çıx 3, hidrogen atomların sayı 2A çıx 6'dır. Sonra üstü karbon. Üstü karbon A çıx 4'dür. A çıx 4. Yəni burada üstü karbon deyəndə CH götürəcək. Burada karbon atomu sayı A çıx 4. Hidrogen atomların sayı da A çıx 4 deyir. Dörtlü karbon. Dörtlü karbon deyəndə nəyə götürürük? Təkcə karbon götürürük. A çıx 3. Karbon sayı ilə A çıx 3, hidrogen də yoxdur. Sonra biz bunları cəmləyirik. Yaxşı.
Deməli, biz topladıq. Nə yazdıq bura? 4A çıxılsın neçə? 10. Burada isə 6A çıxılsın 10. Və deyir ki, burada hidrogen sayı karbon sayına 2 dəfə çoxdur deyə. Onda 2 vurulsun. 4A çıx 10 bərabərdir 6A çıx 10. A nəyə bərabərdir? A 5-dirsə. Onda karbon sayı nə qədər olur? Yəni 4A çıx 10 deyilsə, neçə karbon olur? 10. Yəni formu necə olacaq? C10 H20 deyək. C10 H20-dirsə, hibrid orbitallar, karbonlar dedi ki, S böyükdür. 10 karbon S böyükdürsə, bu da neçə olacaqdır? 40 hibrid orbitalı. Cavab 40-dır.